Sırğanın ucunda gördüğünüz dəmir detallar qolbaq bağlamasıdır. Bundan öncə paylaşdığım qolbağın idi. Nədənsə tez-tez açılıb düşürdü. Mən də bu uğursuz bağlamadan həmin o qolbağa dəst olaraq unikal dizaynla sırğa hazırlamaq istədim. Onu da qeyd edim ki, gördüyünüz daşlar qızıl qum, sədəf və sitrin daşıdır. Dəmir detalların hər biri ətraf suya davamlıdır və rəngi dəyişir. Uğursuz hesab etdiyim bir detal bu dəfə mənə yeni bir dizayn qazandırdı. Hər uğursuzluq bir uğurun gizli qapısıdır. Burada həm yaradıcılıq, həm də həyat dərsi var. Uğursuzluğu gözəlliyə çevirmək. Hər uğursuzluq yeni bir uğurun başlanğıcıdır. Sadəcə baxış bucağını dəyişməyə bacarmaq lazımdır. Necə ki, mən də o uğursuz bağlamaya baxdım, ondan ilham alıb həmin qolbağa dəst olaraq sırğa hazırladım. Nəticədə tam fərqli, gözlənilməz, unikal, çox sevilən bir dizayn oldu.